Deməli, Molla Pənah Vaqif həyat və yaradıcılığı. Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının Qıraqsalahlı kəndində anadan olmuşdu. Əsl adı Pənahdır. Dövrünün elmli, bilikli adamlarından olduğundan adının əvvəlinə Molla Pənah, daha doğrusu Molla titulu artırılmışdı. O, mükəmməl mədrəsə təhsili almış, dini və dünyəvi elmləri, ərəb və fars dillərini dərindən öyrənmişdi. Vaqif təxəllüsü ilə yaratdığı qəlb oxşayan şeirləri onu tezliklə məşhurlaşdırmışdı. Şuşada məskunlaşan Vaqifin xoş sorağı Qarabağ hökmdarı İbrahim xana da çatır. O, saraya dəvət olunur və eşik ağası, yəni xarici işlərə baxan vəzir vəzifəsinə təyin edilir. Tale qoca sənətkarı Ağa Məhəmməd Şah Qacarın əlindən alsa da, Qarabağ xanlığını ələ keçirmiş Məhəmməd bəy Cavanşirin zülmünə məruz qoyur. Vaqif öldürülərkən evinin qarət olunduğu, əlyazmalarının itirildiyi güman edilir. Dövrümüzə çatan əsərləri yaddaşlara hopan hafizələrdə, şeir dəftərlərində hifz olunanlardır. Yaradıcılıq yolu yalnız nəzmlə və lirik növdə yazmışdı. Şeirləri həm heca, həm də əruz vəznində yazılmışdı. Deməli, yalnız nəzmlə yazır və lirik növdə yazır. Şeirləri həm heca, həm də əruz vəznində yazılır. Əsasən xalq şeiri üslubunda yazmışdı. Ədəbi məktəb yaratmışdı. Nikbin şair olmuşdur. Yəni nikbin deyəndə xoş ovqatlı. Daha sonra yazılı ədəbiyyatda həm məzmun, həm də formaca xəlqiliyi gətirmişdi. Daha sonra və dedik ki, əsasən xalq şeiri üslubunda yazmışdı. Həmçinin dedik ki, yazılı ədəbiyyata həm məzmun, həm də formaca xəlqiliyi gətirmişdi. Erkən realizm ədəbi cərəyanının banisidir. Erkən realizm. Qoşma və təcnis yazmış, gəraylı yazmamışdı. Yalnız qoşma və təcnis yazır, gəraylı yazmayıb. Şair həm klassik, romantik üslubda, yəni qəzəl, müxəmməs və s. həm də xalq yaradıcılığı üslubda, yəni qoşma, təcnis və s. şeirlər yazmışdı. Deməli, həm klassik üslubda, həm də xalq yaradıcılığı üslubunda yazmışdı. Klassik, romantik üslub dedikdə nəyi nəzərdə tutur? Qəzəl, müxəmməsi və həmçinin xalq yaradıcılığı üslubunda da dedi ki, qoşma, təcnis şeirlər yazmışdı. Onun yaradıcılığında məhəbbətin tərənnümü mühüm yer tutur. Şairin məhəbbət mövzusunda yazdığı əsərlərdə qədim və orta əsrlər poeziyasında əksini tapmış, ilahi, sufi, yəni eşq yox, real, gerçək eşq tərənnüm edilir. Yəni, şairin dediyi məhəbbət mövzusunda əsərləri, şeirləri çoxdur və onun əsas yaradıcılığının məhəbbətin tərənnümü mühüm yer tutur onun yaradıcılığında. Şairin məhəbbət mövzusunda yazdığı əsərlərdə qədim və orta əsrlər poeziyasında əksini tapmış, ilahi, sufiyənə eşq yox, real, gerçək eşq tərənnüm edilir. Sənətkarın lirik qəhrəmanları gerçək məhəbbət duyğularını yaşayan konkret insanlardır. Onların sevdikləri isə bəzən dəqiq adları göstərilən real gözəllərdir. Qoşma janrında yazdığı şeirlər şairin yaradıcılığında sayca çoxluq təşkil edir, qoşmaları. Vaqifin poeziyası bədii sənətkarlıq baxımından orijinal və təkrar olunmazdır. Zəngin qafiyələr, bol-bol istifadə olunan orijinal məcazlar, yeni rədiflər, xalqımızın min illərlə işlətdiyi ifadələr, məsəllər və s. Vaqif şeirinin aparıcı atributlarıdır. Qoşmalarındakı oynaqlıq və aydınlıq əruz vəznində yazdığı əsərlərdə sadəliyin nisbətən güclü olması təsadüfi deyil. Qoşmalarındakı oynaqlıq və aydınlıq əruz vəznində yazdığı əsərlərdə sadəliyin nisbətən güclü olması təsadüfi deyil. Bu, şairin ruhən xalqına, xalq ədəbiyyatına bağlı olmasından irəli gəlirdi. Sevgiliyə müraciətlə yazılan şeirlərdə xəlqilik elə güclüdür ki, onlar canlı söhbət təsiri bağışlayır, oxucunu dərhal cəlb edir. Sevgiliyə müraciətlə yazılan şeirlərində xəlqilik güclüdür və onlar canlı söhbət təsiri bağışlayır sevgiliyə müraciətlə.
Ala gözlü, sər boylu dilbərim, həsrətin çəkdiyim canan, bəri bax. Gecə, gündüz, fikrim, zikrim, əzbərim, üzüldü taqətim, aman, bəri bax. Şair Azərbaycan qadınlarını gözəllikdə qüsursuz, kəmalda yetkin görmək istədiyini bildirir. Bu da Azərbaycan ədəbiyyatında bir yenilikdir. Aha. Daha sonra deməli dedi ki, şair Azərbaycan qadınlarını necə görmək istəyir? Deməli, yetkin görmək istəyir, kəmalda görmək istəyir, gözəllikdə qüsursuz görmək istəyir. Və bu da Azərbaycanda bir yenilikdir. Həyatının son günlərində qələmə aldığı Bax, Görmədim kimi əsərlərində zəmanəsinin ictimai-siyasi eyiblərinə kəskin etirazını bildirmiş, nifrətini gizlətməmişdi. Deməli, həyatının son dövrlərində, son günlərində qələmə alır hansı şeirlərini? Bax və Görmədim kimi əsərləri. Deməli, bu şeirlərdə ictimai-siyasi eyiblərə kəskin etiraz bildirir və öz nifrətini də gizlətmir. Bax və Görmədim adlı əsərlərində. Bax rədifli qəzəlini dostu Molla Vəli Vidadiyə ünvanlamışdı. Bax rədifli deməli qəzəlini kimə ünvanlayır? Molla Vəli Vidadiyə ünvanlayır. Şair insanları zamanın gərdişindən, baş verən hadisələrdən, Qacarın timsalında zalım qəddar hökmdarların taleyindən ibrət almağa səsləyir. Deməli, Bax rədifli qəzəlini kimə ünvanladı? Molla Vəli Vidadiyə ünvanladı və şair deyir, insanları zamanın gərdişindən, baş verən hadisələrdən, Qacarın timsalında zalım qəddar hökmdarların taleyindən ibrət almağa səsləyir. Üz çevir Ağ Məhəmməd xandan, ey kəntər gəda. Üz çevir Ağa Məhəmməd xandan, ey kəntər gəda. Ta həyatım var ikən, nə şaha, nə xunxarə bax. Deməli, deyir ki, üz çevir Ağa Məhəmməd xandan, ey kəntər gəda. Ta həyatın var ikən, nə şaha, nə xunxarə bax. Deməli, Görmədim müxəmməsində isə bu deməli Bax qəzəl oldu, Görmədim isə müxəmməsdir. Görmədim müxəmməsində zəmanəsində mövcud olan bütün təbəqələrə mənsub insanları bir-bir nəzərdən keçirən şair onların eyiblərini sadalayır. Bu vəziyyətə düşmələrinin səbəbini açıqlayır. Aha. Deməli, dedi ki, Bax qəzəli aid oldu kimə? Molla Vəli Vidadiyə həsr eləyibdir bu qəzəli və deyir ki, şair burada insanların zamanın gərdişinə, baş verən hadisələrdən, Qacarın timsalında zalım qəddar hökmdarların taleyindən ibrət almağa səsləyir. Lakin Görmədim müxəmməsində isə bu müxəmməsdir. Görmədim müxəmməsində isə zəmanəsində mövcud olan bütün təbəqələrə mənsub insanları bir-biri nəzərdən keçirir. Şair onların eyiblərini sadalayır. Bu vəziyyətə düşmələrinin səbəbini açıqlayır. Aha. Bax qəzəlində ibrət almağa çağırır. Amma burada isə Görmədim müxəmməsində isə bu vəziyyətə düşmələrinin səbəbini açıqlayır. Aha. Xah sultan, xah dərvişi gəda bil-ittifaq. Özlərin qılmış giriftari qəmü dərdi fəraq. Cifeyi dünyayədir hər ehtiyacı iştiyaq. Munca kim etdim, tamaşa sözlərə astım qulaq. Kizbü böhtandan səvayi bir hekayət görmədim. Deməli, bil-ittifaq, dərdi fəraq, iştiyaq, astım qulaq, görmədim. Nədir? Müxəmməsdir. Belə, bu qədər.